Yəhya peyğəmbərin haqqında Məryəm surəsində nazil olmuş ayədir. Həzrəti Yəhyadan danışır Allah Teala ki, o çox mehriban idi, ona uşaqlıqdan hikmət verdik, ona elm verdik, təqvalı idi, təmiz idi. Və bərran bi valideyhi və öz valideynlərinə qarşı bər idi. Yaxşı davranırdı, bər. Və ləm yekun cəbbaran asiyya. O zalim değildi, üsyankar değildi. Öz valideynlərinə qarşı və Rəbbinə qarşı. Görürsünüz, valideynlərinə qarşı yaxşı idi, mehriban idi və zalim değildi, zalim üsyankar değildi. Əslində Allah Teala burada sətir altı bildirmək istəyir ki, kim valideynlərinə qarşı mehriban olmasa, yaxşı davranmasa, o zalimdir və üsyankardır. Və Allah onu bəyənmir. Və İsa peyğəmbər haqqında da Allah Teala eyni ifadəni işlədib, çox maraqlıdır. Buyurur ki, Həzrəti İsa'nın dilindən: "Və bərran bi validəti." Allah məni validəmə qarşı, anama qarşı mehriban qərar verib. Bər, yaxşılıq eləyən qərar verib. "Və ləm yec'alni cəbbaran şaqiyyə." Və məni zalim və bədbəxt qərar verməyib. Ana üçün yaxşılıq eləməyən, ananın qulluğunda dayanmayan insan əslində zalim və bədbəxtdir. Çünki İsa peyğəmbər buyurur ki, anama qarşı Allah Teala məni yaxşılıq eləyən qərar verib və məni zalim, bədbəxt qərar verməyib. Ona görə insan öz valideyninə qarşı əgər pislik etsə, əgər ağ olsa valideynin üzünə, o həm zalimdir, həm üsyankardır Rəbbinə qarşı, həm də bədbəxtdir. Yəni onun cənnətdə işi yoxdur, cənnətə gedə bilməyəcək. Bax, bu əbrarın xüsusiyyətidir.